Hörmətli izləyicilər, xoş gördük, dəyərli dostlarım. Bugünkü verilişimizdə danışacağımız mövzular sərhədlər bu ildə bağlı olacaq, yoxsa yox, müharibə qonşu dövlətdə gedir. Bugünkü verilişimizin qonağını mən sizə təqdim edirəm. Xəlil Qarahmədov, Beynəlxalq Şəxsiyyətlər jurnalının baş redaktorudur. Ən çox həm Hürriyyət TV-də, həm Laf TV-də, digər televiziyalarda əziz dostlar beynəlxalq mövzularda danışır. İran, İsrail, Ukrayna mövzusunda bizim də efrimizə bir neçə dəfə gəlib danışıbdır. Və bu günləri də düşünürəm ki, İran-İsrail müharibəsini biz burada müzakirə edəcək. Təkcə biz yox, əziz dostlar, həm də sizlər, Səngər TV-nin auditoriyası 070 739 48 48 efirimizin nömrəsidir, əziz dostlar. Kim təhlil etmək istəyirsə, buyurub təhlil edə bilər. Suallar var, yəni kifayət qədər bu günləri xəlillərim suallarımız var ki, sizə ünvanlayacaq. Əgər nə vaxt yorulsaz, yaş səncə deyək də, maşallah olsun, 75 yaşınız var mı? 65, hə? 70. Mən elə bildim 60-65 yaşınız var. Ola bilər, yəni çox suallar olsa saxlayarıq sonraya. Tamaşaçılar da suallar verəcək. Xəlil müəllim, xoş gəlmişsiniz studiyamıza. Və nə baş verir regionda? Müharibədir, bildik. Niyə başladı? Bu müharibənin tarixi, İran-İsrail müharibəsinin tarixi ayın 13-də mi başladı? 2 il bundan qabaq mı başladı? Nə vaxt başladı? Mən həm sizi salamlayıram, həm də sizin daimi tamaşaçılarınızı salamlayıram. Və heç də xoş bir gün, xoş bir salam vaxtı deyil. Dünya od içində yanır, hal-hazırda yanır. Dünyanın o parçasında bugün hərbi əməliyyatlar, qırğınlar baş verir ki, onlar bizə çox yaxın bir hissədir. Orada İran Respublikasında, İran İslam Respublikasında yaşayan əhalinin çox böyük faizi biz Azərbaycanlılarıq. Bombalar elə bizim üzərimizə demək olar yağır. Çox təəssüf, dünya siyasətinin fenomeni, yəni dünya düzəninin memarı və arxitektoru olan cənab Trump 2 ay bundan qabaq İrana bir bəyanat verdi, onlara danışıq masasında oturmaq üçün şərtlər irəli sürdü. Bu gün daxil görüşməlidirlər. Bu gün görüşməlidirlər 15-i. 2 ay vaxt verdi. O 2 ay vaxt 12 iyunda tamamlandı. Verilmiş vaxtın 61-ci günü Trump özünün qətiyyətli bir siyasi lider olduğunu başqa işlərdə nümayiş etdirdiyi kimi burada da nümayiş etdirdi və gördüğünüz kimi İran İslam Respublikası İsrail dövləti tərəfindən çox sıx şəkildə həyata keçirilən bombalanma prosesinə məruz qaldı. Bu yeni bir şey deyil. Hətta 2014-cü ildə Rusiyanın uzaq görən siyasətçisi Jirinovski Dövlət Dumasının tribunasından bax bugün baş verən hadisələri olduğu kimi neçə il edir, o 9 daha doğrusu 11 il bundan qabaq aydın şəkildə şərh etmişdi. Bu müharibə dünən spontanlı başlayan bir müharibə deyil. Bu müharibənin başlanma şərtləri, başlanma səbəbləri 1978-ci ilə gedib çıxır. İran İslam inqilabı baş verəndən sonra İran İslam dövlətinin siyasəti Amerikaya ölüm, İsrailə ölüm prinsipləri əsasında bugünə qədər davam edir. Düşmənçilik siyasəti ildən ilə artır, ildən ilə böyüyür. Heç bir barışıq, heç bir ortaq nöqtələr, keçmə nöqtələri tapılmadığı bir halda güclənmiş, ildən ilə güclənən İsrail dövləti hesab etdi ki, məhz Bidenin dövründə həyata keçirə bilmədiyi İran dövlətini zərərsizləşdirmə, İran proqramını, İranın nüvə proqramını məhv etmək niyyəti bax, indi Trump'ın dövründə həyata keçirmək mümkündür və bu niyyətlə ayın 13-dən çox böyük müharibəyə start verilmişdir. Və demək, müharibənin gedişatı ilə bağlı
fərqli fikirlər səsləndirilir. Müharibənin gedişatı ilə bağlı uzun sürəcək, qısa müddətli olacaq bu barədə. Amma gəlin belə edək. Bu suala cavab verək, sonra bir mən video təqdim edəcəm bu müharibə ilə bağlı. Azərbaycan segmentində İran müdafiəçiləri çoxdur, yoxsa İsrail müdafiəçiləri? Sizin də mən fikrinizi öyrənəcəm. Buyurun. Demək, müharibə bugün davam edən, artıq 3-cü gündür. Bunu müharibə demək olar, konflikt demək olar. Bu qeyri-rəsmi müharibədir. Hələ bir rəsmi bəyanat da yoxdur. Bu müharibə çox güman ki, uzaq görənlik olmasa da demək lazımdır ki, çox güman ki, bu quru hərbi əməliyyatlar mərhələsinə qədəm qoymayacaq. Azından İsrail ilə İran arasında quru sərhədləri yoxdur, mövcud deyil. Bu uzaqdan uzağa atılan zərbələrlə baş verəcək bir nəf edici bir hərbi əməliyyatlar olacaq. Artıq 3 gündə İranda itirilmiş iqtisadiyyat, İranda itirilmiş hərbi güc, potensial kifayət qədər çoxdur. Eyni sözləri İsrailə də şamil etmək olar. İsrail də sürətlə bombalanır. İranın uzaq mənzilli raketlərinin hədəfə düşmə ehtimalı 60%-ə qədərdir. Amma dünən deyirlər ki, dəmir günbəzi yarabiləcəklər, İran nəhayət ki yardı. Və İran rəsmiləri, elə İsrail rəsmiləri də deyir ki, yaralılar var, 60-dan çox yaralı var, ölənlər var bu barədə. Və söhbət müharibənin tərəfdarlarından gedir. Əziz dostlar, müharibənin tərəfdarları müharibəni başladanlar olur, silah satanlar olur, biznes, orqan mafiyası da var, silah mafiyası da var, narkotik mafiyası da var, hamısı bunun içindədir dostlar. Amma mən baxıram Azərbaycan segmentində İsrailin tərəfdarları daha çoxdur. Yəni İsrailə vur deyənlər daha çoxdur. Məsələn, mən dünən fikirləşdim ki, Azərbaycan mətbuatında ən azından bir Azərbaycanlıların ölümü ilə bağlı bir statistik rəqamlar, yəni türklər də, Azərbaycanlılar da orada bəzi öldürülənlər, hətta İran dövlətinin hərbi qüvvəli, hərbi demək, ordusunun baş qərargah rəisi Azərbaycanlı idi, Təbrizli idi, o öldürüldü. Hər halda bu, mən efir verdim ki, İsrail İran ordusunun başını qopardı. Çünki bütün komandanları bir-bir götürdü. O qədər səlist kəşfə işləmişdi, götürdü. Bu müharibədir, hərbçidir, götürə bilər. Amma mülki vətəndaşların ölümü ilə bağlı buna sevinmək lazım deyil dostlar. Əvvəlcə Xəlil müəllim mövqeyini desin, sonra mən sizin həm rəylərinizi səsləndirəcəm, həm də BBC radio stansiyasının mövqeyini sərgiləyəcəm ki, Azərbaycan segmentində daha çox İran tərəfdarları var, yoxsa İsrail tərəfdarları. Buyurun Xəlil. Dünyada olduğu kimi bizim ölkəmizdə də İran tərəfdarları var, İsrail tərəfdarları var, amma bunlardan da çox böyük miqdarda sülh tərəfdarları və müharibə tərəfdarları var. Dünya artıq iki qütbə bölünmüşdür. İnsan fenomenindən, insan təbiətindən irəli olaraq insanlar ya sülh istəyərlər, ya da müharibə tərəfdarları olurlar. Bugün müharibə tərəfdarları çox təəssüf ki, sülh tərəfdarlarını üstələyir. Dünya qana suçluyur. Bugün beynəlxalq aləmdə baş verən münaqişələr, müharibələr, insanların qırılması bir azart idman oyunlarına bənzəyir tamaşaçılar üçün. Bu çox qorxulu bir tendensiyadır. İnsanların ölümə, qırğına, müharibələrə bu qədər böyük simpatik münasibət göstərməsi, yaxud da onun əleyhinə olması təhlükəli sindromdan xəbər verir Adil müəllim. İnsanlar sülhsevər olmalıdır. Bütün dünyanı sülh xilas edib, müharibə təbliğatı, müharibədə yan durmaq, tərəf durmaq heç bir vaxt insanlığı inkişaf etdirməyib, insanlığı həmişə məhvə sürükləyibdir. Xəlil müəllim, həqiqətənmi İran nüvə silahının bir addımlığındaydı və nüvə sızıntısı var orada, deyirlər ki, Ərəb ölkələri bundan əziyyət çəkə bilər, Azərbaycan əziyyət çəkə bilər, ümumiyyətlə, müsəlman coğrafiyası ən çox əziyyət çəkə bilər. Aha, buyurun. 2 ay bundan qabaq Trump İran İslam Respublikasının siyasi rəhbərliyinə verdiyi notada, göndərdiyi təkliflərdə İranın nüvə tədqiqatlarından əl çəkməsi prinsipi ana xətt olaraq göstərilirdi. Və aşkar şəkildə verdiyi jurnalistlərə intervyuda elan etdi ki, İrana heç nə dinc, nə başqa formada olan atom lazım deyil. İranın kifayət qədər
təbii yataqları, təbii enerji mənbələri var. Ona atom elektrik stansiyaları da lazım deyil. Eynilə Rusun dostlarına daş atırdı. Bu elektrik stansiyasının əhəmiyyətsiz bir şey olduğunu ispatlamaq istəyirdi və bu da haqlıdır. Çünki nüvə yanacağının emal olunması atom elektrik stansiyalarında müəyyən mərhələyə qədərdir. Yəni uran filizinin zənginləşdirilməsinin elə bir yolu da nüvə elektrik, atom elektrik stansiyalarıdır. Bunu Amerikada oturanlar və İsraildə oturanlar çox dərin narahatçılıq hissi keçirər və illərdir İrana xəbərdarlıq edirlər ki, siz nüvə silahı düzəldə bilməzsiniz, siz nüvə silahına malik ola bilməzsiniz. Ona görə ola bilməzlər. Bir üzərinə təhlükə görür. Və tamaşaçılar sizə maraqlı əsas bir sualı ünvanlamaq istəyirəm. Baş verən bu hadisələr Azərbaycan üçün hansı mümkün problemlərə, təhdidlərə yol aça bilər, onun hansı təsirləri ola bilər Azərbaycana? Bu barədə xahiş edirəm. Artıq Azərbaycana bu problem yaratmağa başlayıb. Problemin ən böyük hissəsi humanitar məsələ olacaqdır. Əgər hərbi əməliyyatlar daha da şiddətli bir fazaya qədəm qoyacaqsa, daha da kütləvi surətdə qırğınlara yol açılacaqsa, çox təbii ki, əhali sərhəd bölgələrinə axışacaqdır. Sərhəd bölgələrinə axışacaqdır. Bax, indi Azərbaycanın başqa dövlətlərə göstərdiyi humanist prinsiplər, sərhədlərin açılması, o Rus artistlərinin və Rusların oradan təxliq olunması, başqa dövlətlərin buradan təxliq olunması, elə Azərbaycan vətəndaşları bir gün hesablanıb, bir günə görə İrandayıq biz. Aeroport bir gün bombalandı. İranın paytaxtının Tehran aeroportu bax bu saatlarda bombalanır. Demək, təyyarə uçuşları yaxın bir ayda gözlənilmir. Deməli, onlar mütləq quru yoluna Azərbaycan gəlməlidirlər. Kim bilir, minlərlə bəlkə Azərbaycanlı orada var, müxtəlif gündə. O da maraqlıdır. Əsas elə mövzu niyə Xarici İşlər Nazirliyi açıqlama vermir, niyə konsulluq açıqlama vermir, niyə orada Azərbaycanlılar var, biri həkimə gedir, biri nə bilim orada müalicəyə gedir, biri alveri var, biri tır şoförüdür, biri kamyon şoförüdür. Niyə bundan bağlı bir məlumatlar verilmir mətbuatda? Niyə verilmir? Tanışlarınızdan var mı orada İranda qalanlar? Yəni bizi izləyənlər var, yoxsa yox? Xaricdən bilmirəm, İranda internet məhdudiyyəti var, yoxsa yox? Çox maraqlıdır. Hörmətli izləyicilər, sizə səslənirəm. Qohumlarınızdan İranda qalan varmı? Yəni sabah onlar Azərbaycana gəlmək istəyir. Buradan tır şoförüdür, mal aparıb. Var da burada o tır şoförləri var. Mal aparıb və ya da mal gətirməyə gedibdir. Orada bombalanır, sərhəd bağlıdır. Necə gəlməlidir? Bax, bunlar necə gəlməlidir? Rusiyanın 81 nəfər orkestrin Azərbaycanı getdi. Biz onsuz da bütün dünyanın vətəndaşlarına yaxşı oluruq, bircə öz vətəndaşlarımıza yaxşı ola bilmirik də. Bax, dərz budur. Buyurun. Təhcə bu atom elektrik stansiyasının tikintisində 2000 Rus mütəxəssisi işləyir. Söhbət 30-60 ədəbiyyat, incəsənət xadimindən getmir. Rusların ümumi miqdarı İranda bəlkə də 10 mindən çoxdur. 10 mindən çoxdur. Hətta başqa dövlətlərin, bizim SNG dövlətlərinin, Ukrayna, Belarusudur, o birdir və s. bu qədər vətəndaşların yeganə təxliyə yolu Azərbaycandır. İndi Azərbaycan olacaqdır. Ola bilər, bir neçə gündən sonra onlar Türkiyə vasitəsilə təxlis olunacaqlar. Çünki indi qarşıqdır. Bəlli deyil hansı tərəfə bombalanacaq, İsrail hansı tərəfə doğru hücumunun istiqamətini dəyişəcəkdir. Dünya bugün çox şiddətli bir narahatçılıq dövrünü yaşayır, gününü yaşayır. Çox təəssüf ki, müharibə bax bu deməkdir. Azərbaycanda gətirdiyi narahatçılığın da əsası bax bu prinsiplərdə, bax bu mövzularda olacaqdır. Xəlməlim, İsrail-İran qarşıdurmasının gələcəkdə, yaxın gələcəkdə, yəni sabah, 2 gün, 3 gün sonra İran-İsrail müharibəsinə çevrilmək ehtimalı varmı? Artıq müharibədir. Artıq müharibədir. Artıq müharibə başlanmışdır. Öz ordusuna tam sərbəstlik haqqı verdi. Yəni tam sərbəstlik haqqı oldu ki, bütün əl çatan vasitələrlə artıq onlar müdafiə olunurlar, müharibə aparırlar. İndi müharibə başladı. Hər halda bu hava müharibəsi olacaqdır. Ən azından İranın ərazisi böyükdür. Bu saat bilirsiniz ki, İranda 4 fəsil var. Yaz, qış, yay, payız. 4 fəsil var. Halbuki indi yaydır da, düz deyil. Ən azından ekspertlər deyir ki, 4 milyon əskər lazımdır ki, ərazisinə görə.
İrana əgər əskəri müdaxilə olsa. Sizcə Amerika və yaxud da ki İsrail əskəri müdaxilə edə bilər? Qətiyyən mümkündür. Heç bir fantastik fikirlərdə də bu yer almır bu ideya. Amma uzaqdan uzağa, məsafədən olan müharibə çox şiddətli bir şəkildə indən sonra da alovlanacaq. Burada söhbət hərbi potensialın miqdarından gedəcək. Hərbi potensial kimdə daha tez tükənəcək? Mən güman edirəm ki, hərbi potensial İran tərəfində daha tez tükənəcək. Çünki orada yerli istehsal azdır. İsrail isə Amerika çox kütləvi surətdə təmin edəcək. Uzaq mənzilli atəş sistemləri ilə. İndi bax görürsünüz, görüntülərdə əziz dostlar, Ərdəbildir. O bombalanır, bura Ərdəbildir. Bax görürsünüz əziz dostlar, Ərdəbildir. Bura Azərbaycanla sərhəddir. Azərbaycanın əsas da Lerik yardımlı rayonları ilə sərhəd Savalan dağı görülür, görsənir bizim sərhədlərdən. Və orada dünən İsrail hərbi hava qüvvələri təyyarələri vurubdur. Səhv etmirəmsə, məlumatlarda yayılmışdı ki, Ərdəbildə, bax bu video, gördüyünüz videoda bazadır, radar bazasıdır. Və belə bir sual verirəm sizə, hörmətli Xəlil müəllim. İranın çıxış yolu varmı və ya hava hücumlarının nəticələri nə ola bilər? İran siyasi cəhətdən çıxış yolunu artıq itirdi. İndi İranın qarşısında qeyri-şərtsiz Amerikanın tələblərinə razılaşma məsələsi qoyulacaqdır. 2 ay bundan qabaq İrağa daha nüfuzlu, daha mötəbər bir təslimçilik prinsipləri təhrib olunursa, indi artıq qəti şəkildə İrandan deyilənlərin yerinə yetirilməsi tələb olunacaqdır. Çünki müharibənin, hərbi əməliyyatların bu qayda davam etməsi İranın çöküşünə gətirib çıxaracaqdır. Çox təəssüf, siyasi rəhbərlər gərək vaxtında vəziyyəti qiymətləndirməyi bacarmalı idilər. Necə ki, Ukraynada vəziyyəti qiymətləndirməyi bacarmadı, indi Ukrayna rəhbəri, eyni də İran rəhbərliyi 2 ay fürsətdən yararlana bilmədi. İran çox təəssüf ki, Amerikan şərtlərinə razı olmalıdır. Yeraltı nüvə bazalarına əli çatmayan İsrail İranı necə təslim olmağa məcbur etmək istəyir? Yəqin ki, hadisələri izləyirsiniz. Bunun İsrailin əlində olan ən böyük variant hərbi, texniki imkanların çoxluğudur. Bugün müharibə döyüş meydanlarında avtomat yayım atəşi ilə həll olunmur. Müharibənin taleyi böyük elmi-texniki tərəqqi ilə, onun nailiyyətləri ilə aydınlaşır, həll olunur. Siz baxın, İsraildə mümkün olan texniki vasitələr müharibəni, hətta dünya səviyyəsində müharibəni, hətta Afrika, dünyanın çox uzaq hissəsində aparılmağa imkan verir. Bir qədər döyüş əməliyyatlarına nəzər salaq. Ən yaxın məsafə İsrail ilə İran arasındakı uçuş məsafəsi 1500 kilometrdir. Yəni, Amerikanın İsrailin ötəsində olan F-35 ən müasir qırıcılar, F-16 ən müasir qırıcıların döyüş radiusu 750 kilometrdir cəmi. Yəni, bir qədər də çox. Yəni, bunlar 750 kilometr gedib, hansısa bir hərbi əməliyyatı yerinə yetirib dala verdə bilərlər. Halbuki 1500 kilometr məsafədə hərbi əməliyyat aparmaq üçün bunlar azından havada 2 dəfə yanacaq doldurma prosesinə məruz qalmalıdırlar. 2 dəfə. F-35'lərlə bağlı. F-35'lər dünən İran mətbuatı yazır ki, dünyada ilk dəfə biz onların ikisini vurduq və bir qadın pilot girov götürülübdür. Əsir götürülübdür. Siz bunları izləmişsiniz? Mən bunlardan tamamilə məlumatlıyam, bilirəm, amma hələ İsrail tərəfi bunu təsdiq yaxud da təksib etməmişdir. Bu bir tərəfli məlumatdır. F-35 təyyarələri həm də demək lazımdır ki, o reklamda təriflər qədərdə gözə görünməz təyyarələr deyil. Rusun hərbi hava hücumundan müdafiə qüvvələri onu izləyir, tapır. İranın özündə S-300 və S-400 tipli hava hücumundan müdafiə sistemləri var. Əgər İsrailin tərəsi vurulmuşsa, məhz o sistemlər vasitəsilə vurulmuş olacaqdır. Buyurun. Qeyri-müəllim, sizin belə emosional və ürək yanğısı ilə etdiyiniz çıxışdan sonra mən bu mövzu ətrafında bir neçə kəlmə də əlavə etmək niyyətindəyəm. Biz bu dünyada baş verən hadisələrin
səbəbini, kökünü, mayasını insan öz təbiətində axtarmalıyıq. İnsan dinlərə sonradan bölünmüşdür. Əvvəl Allah Teala insanı dinsiz yaratmış və sonra dinlər gəlmişdir. İnsan təbiətcə yırtıcıdır. İnsan təbiətcə dağıdıcıdır. Eyni zamanda qurucudur insan. Eyni zamanda yaradıcıdır insan. İnsan ikili təbiətdir. Bugün Avropa qurmaq, yaratmaq istiqamətində o qədər böyük nailiyyətlərə imza atıb ki, indi onun beynində dağıtmağa da meyli var. Ondan da həzz almaq istəyir. Qalib gəlmək eşqi var Avropa. Özlərinə gücləri çatmır. Özləri hamısı bərabər güclü adamlardır. Haradadır zəiflər? Müsəlman dünyasındadır. Haradadır zəif dövlətlər? Müsəlman dünyasındadır. Harada daxili ziddiyyət çoxdur? Müsəlman dünyasındadır. Bax, ona görə də son 10 illərin müharibəsi Qərb-Şərq müharibəsinə bənzəyir. Bu konfessiyalar arası müharibə olmasa da güclərlə zəiflər arasında gedən müharibəyə bənzəyir. Bax, bugün Amerikanın, İsrailin hücumlarının kökündə məhz bu prinsip durur. Və yeni bir xəbər yayılır, verirəm ki, Putin niyə gec münasibət sərgilədi? Ümumiyyətlə, Rusiya rəsmiləri baş vermiş bu hadisə ilə bağlı niyə mövqe sərgiləmirlər? Mən bunu Xəlil müəllimə müraciətdə bildirirəm. Buyurun, Xəlil müəllim. Əvvəlcə onu deyək ki, Rusiyanın bu müharibədə İsrail-İran çarpışmasında bir qədər sükutlu hərəkəti, bir qədər onun seyirci münasibəti çox şeydən xəbər verir. Əsas ondan xəbər verir ki, bu 1-2 ay ərzində Trumpla Putin arasında gedən danışıqlarda təkcə Rusiya-Ukrayna münasibətləri müzakirə olunmayıb. Dünyanın bir çox problemləri müzakirə olunurdu. O problemlərdən biri də məhz bu gözlənilən və bugün həyata keçirilən hərbi əməliyyatlarıdır. Çox güman olunur, bütün siyasətçilər, bütün təhlilçilər belə nəticəyə gəlirlər ki, bu artıq Putin ilə Trump arasında bir sövdələşmədir, bir razılaşmadır. Amerikanın Ukraynanı qeyri-şərtsiz müdafiə etməsindən imtina etməsi, bax, Rusiya verilən bonusdur. Bax, bugün Rusiyanın bu müharibədə, bu İran tərəfindən alovlu, güclü bir şəkildə müdafiə etməməsi İranı, bax, onun nəticəsidir. Yəni, həqiqətən Pakistan dəstək verə bilərmi İrana? Pakistan-İranın öz sərhədində problemlər yaşanır. Söhbət burada məhəlli konfliktləri bir tərəfə qoyub, böyük bir davanın qarşısını almaqdan gedir. Burada müsəlman dünyası əgər İsrailə təfki göstərmək niyyəti varsa və real bir niyyət varsa, əlbət İslam dünyası mütləq birgə çıxış etməlidir. Birgə mövqe sərgiləməlidir. Bunun təşəbbüskarı ilk olaraq gözlənilirdi, Pakistandan gözlənilirdi. Çünki ən böyük dövlətdir müsəlman dünyasının, ən böyük texniki imkanlara malik olan bir dövlətdir. Bu gözlənilən bir addımdır. Amma bu gözlənilən addımın eskalasiyası, yayılması, artması artıq dünya çapında təhlükə yaradır. Və Xəlil müəllim, əgər savaş bitsə, raket savaşı, qarşılıqlı təxribatlar davam edə bilərmi? Məsələn, terror aktları, sabotajlar və s. İsrail bu addımlar, bu müharibədə çox ağıllı. Düzdür, biz indi İsraili tərifmək niyyətindən uzağıq. Əlbəttə, bizim hamımızın simpatiyası, mövqeyi İran tərəfdədir, çünki qardaşlarımızdır. Amma İsrail çox ağıllı, çox sabahlı bir addımlar atır son 2 ildə. Bugün Fələstində olan o hərəkat, 50 il Fələstinin Şiə hərəkatı bilirsiniz, onun susturulması, darmadağın olunması, Livanda Hizbullahın darmadağın olunması, bütün bunlar tədirici mərhələ gələndə İran başa düşməlidir ki, bunun bir günü gəlib özünə çatacaq. İranın atom elektrik stansiyaları əgər vurularsa, radioaktiv sızıntılar olarsa, bunun Azərbaycana təsirləri ola bilərmi? Bu, əvvəla o vurulmayacaq, qəti olaraq vurulmayacaq, çünki o atom elektrik stansiyaları Rusiya məxsusdur, o Rusundur. O, İsrail heç vaxt elə bir, nə qədər müharibə də olsa, orada da yazılmamış qanunlar gözlənilir. Bunu İsrail etməyəcək, edə də bilməz, qəti edə bilməz. Amma digər nüvə silahının zənginləşdirilməsi ilə bağlı olan hərbi sahələr var ki, hərbi istehsal sahələr var ki, orada əgər nüvə
radioaktiv maddələrin sızıltısı, radiasiyanın artımı olsa, çox güman ki, o Azərbaycanın yox, elə öz əhalisi üzü ziyandır. Amma bir şey də bilin, qoy sizin tamaşaçılarınız da bilsin. Bugün hal-hazırda İsrail özü 123, belə qeyri-yan mənbələrdir, rəsmi mənbələr, 123-dən 150-yə qədər xalis nüvə başlığına malikdir İsrail. 113 yoxsa 153? Və bu təxminən, bu heç saymıq bilir, təxmini məlumatlardır. Bu xalis bombadır, xalis raketdir və bunun elə 3-4-ü İranı məhv etməyə bəsdir. İran tərəfi də sakit deyil. Bugün İranda illər boyu zənginləşdirilmiş uran, ona bəzən çirkli uran da deyirlər. Çünki orada zənginləşdirilmə dərəcəsi faizi 20%dir. Yəni onu ayrıca bombanın olan o qabına doldurub bir təyyarə ilə, bir raketlə istənilən İsrailin şəhərinə salsa, o artıq radiasiyanı dəhşət ölçüdə bürüyəcək. Bugün hər ikisi təhlükəlidir. Yəni bu taran da ölümə gedir hər ikisi. Hər ikisi ölümə getməyə başlayırlar. Amma kim bu müharibədə dayandıracaq? Hansı mərhələdə buna dayanacaq? Bu təbii ki, əlahəzrət Amerikanın əlindədir. Dayandıra bilər mi Amerika? Şübhəsiz, Amerika hər bir hərbi əməliyyatları necə deyildi ki, mən Rus-Ukrayna hərbi əməliyyatını 24 saatda saxlayaraq, onu 24 dəqiqəyə saxlaya bilər. Orada da Azərbaycan müstəqil olacaq. Siz bu barədə nə deyə bilərsiniz? Deyirsinizmi? Dünyanın beyin ehtiyatları hər bir şeyi modelləşdirmək bilər, hər bir şeydə arzulaya bilər, hər bir şeydə xəyalına keçə bilər. Xəyallaşmaq, xəyal qurmaq heç kəsə qadağa deyil. Bunlar xəyal dünyasının aləmindən olan məsələlərdir. Bəşəriyyətin daimi yaşaması üçün, qoy sizin tamaşaçılarınıza bilsin, bir müdürlük çıxarılan nəticədir dünyada. Bəşəriyyətin daha uzun ömürlü yaşaması üçün bəşəriyyətdə sabitliyi və olmuşları, qərarlaşmış formaları qoruyub saxlamaq daha münasibdir. Nəinki ki, yeni modellər axtarışına çıxmaq. Yeni quruluşlar düzəltmək, yeni xəyalların həyata keçməsinə şərait yaratmaq. Dünya olduğu şəkildə qalsa yaxşıdır. Və burada yazır Aydın Bağırov və Şaqil bəy, Xəlil müəllim tam düz analiz edir. İndiyə qədər çıxış edən, ya sizin ya da ki, digər kanallarda çıxış edən politologlar tam çayxana söhbət edirlər. Təşəkkürlər Aydın müəllim, Bağırov sizə təşəkkür edir. Asif Əzbəri yazır ki, Xəlil bəy, Putin hakimiyyəti dövründə Rusiya-Ukrayna arasında atəşkəs və ya sülh müqaviləsi mümkün olmasa, Rusiya hakimiyyəti indiki idarə etmə sistemini dəyişmək məcburiyyətində qalacaqmı? Çox təəssüf ki, mən də Ukraynanın qəhrəman xalqının tərəfində olduğuma baxmayaraq, çox təəssüf ki, dünyada zəifin güclüyə qalib gəlməsi barəsində elə bir əsas yoxdur, görməmişik, eşitməmişik ki, hansısa bir zəif, ya heyvan aləmi olsun, ya dövlət aləmi, ya insan olsun faktor, zəif heç vaxt güclüyə qalib gələ bilmir. Əvvəl-axır Ukrayna Rusiyanın şərtlərini qəbul etməyə vadar olacaqdır. O şərtlər yarımçıq şərt olmayacaq, Ruslar tam və qəti bir qələbə çalmaq əzmi ilə vuruşacaqlar. Çox təəssüflanma. Niyə birdən 200 təyyarə ilə hücuma keçirlər? Bu da maraqlıdır. Mən bayaq bu mövzuda danışmaq istədim, amma söhbətimizin inkişafı başqa istiqamətə döndü. Baxın, məsafə 1500 kilometrdir. Təyyarənin uçuş məsafəsi. 1500 kilometrdə bu bir gələndə yolda yanacaq doldurmalıdır. Zapravkada yolda yanacaq, göydə, fəzada. Bir də qaydanda 200 təyyarənin uçuşunu təmin etmək üçün azından 50-60 yanacaq doldurma təyyarələri lazımdır. Bu hər təyyarə 4 dənə xırda təyyarənin yanacağını təmin edir. Heç İsrailin o qədər yanacaq doldurma təyyarəsi də yoxdur. Yəni İsrail bu xarici müdaxilə olmasa, kömək olmadan, yəni Amerika Birləşmiş Ştatları, NATO-nun hərbi texniki dəstək olmadan bu əməliyyatı ümumiyyətlə heç həyata keçirə bilməzdi. Hücum edən Amerikadır. Bunu hamı bilir ki, Amerika dəstəyidir. Hücumu fəal etmişdir. İsrail pilotlarıdır. Amerikanın 53-cü ştatı deyirlər də İsrailə. Mən deməzdim 53-cü Amerikanın düşünən beyni deyərdim. İsrail Amerikanın düşünən beynidir. İsrail, Amerika... Bax, belə də qoyulun tamaşaçılar bilsin. Razısınız əziz dostlar, hörmətli izləyicilər. Xəlil müəllim deyir ki, İsrail Amerikanın düşünən beynidir. Amma mən deyirəm ki, Amerikanın 53-cü ştatıdır İsrail. Deyirlər, İsrail dünyanı, əlbəttə İsrailin texnologiyası, yüksək texnologiyası var,
zehni var, vətəndaşlarına qarşı münasibəti yüksək təqdirə layiq qiymətləndirirəm. Amma deməzdim ki, dünyanı idarə edən onlardır. Xeyr, dünyanı ingilislər idarə edir. Demək, Xəlil müəllim, bəziləri deyir ki, bu İsrail-İran müharibəsi deyil. Üzrsən, İngilislər icra edir. Dünyada qoyulmuş qaydaların icrası onlara tapşırılır. Amma komandanın hazırlanması, puanların hazırlanması, stratejiyanın hazırlanması Yahudilərdən. Oradan. Olar, o da olar. Bu İsrail-İran müharibəsi deyil. Müharibə Qərb, Rusiya, İran, Çin müharibəsidir. Düzgün mü deyirlər? Tamamilə doğru fikirdir. Bugün deyilməyən, dilə gəlməyən, amma istedilər reallığı əks etdirən fikirdir. Çox doğru deyir. İran niyə cavabını Körfəz müttəfiqlərinə verməli? Bu artıq başqa bir evirturadır. Dünən gün ərzində İran tərəfdən bir neçə bəyanat səsləndi bu istiqamətdə. Bir neçə bəyanat səsləndi. Hələlik Amerikanın hərbi potensialı Fars körfəsində olan bazaları və o həndəvərdə olan hərbi gəmilərindən İran üçün birbaşa təhlükə yoxdur. Hərbi təhlükə yoxdur. Birbaşa dolayı tədbiri var. Çünki bütün pilotu olmayan təyyarələrin vurulmasını gəmilər həyata keçirir. Amerikan gəmilər həyata keçirir. Amma birbaşa yoxdur. Bir də İran bütün cəbhələrdə eyni müvəffəqiyyətlə vuruşa bilməz. Hələlik İran bütün diqqətini İsrailin hücumlarını dəf etməyə və İrana zərbə endirməyə yönəlikdir. Və bu gecə gözlənilir ki, Təbriz də vurulsun, Amerika bombardımansı təyyarələri də qoşula bilər. Gözlənilirmi? Qoşula bilər, gözlənilir. Amma bu İranın atdığı adımlarından asılı olacaqdır. İran indi çox ehtiyatlı addımlar atmalıdır. Amerikanın əlinə səbəb verməyə çalışmalı deyil. Çalışmalıdır ki, Amerika bir qədər bir tərəfini qorusun. Amerika hardan, yəni birbaşa özü vura bilərmi? Birbaşa. Amerikanın yaxın şərqdə İsraildən 2 dəfə güclü ordu kontingenti var. Və dünən də 50 min nə qədərsə gətirir. Böyük kontingent var. Nəinki İranı yaxın bir neçə dövlətlə eyni zamanda müharibə aparmağa Amerika hərbi kontingenti kifayətdir. Amerika güclü dövlətdir. Biz Staqoy tamaşaçılar bilsin. Dünyanın hədsiz böyük hərbi qüdrətinə malik olan bir dövlətdir. Bir nəfər yazır, Vüqar Dadaşov yazır ki, İsrail-İrana siyasi və hərbi nüfuzuna xələl gətirən uğurlu hücuma təkcə İsrail-İran münasibətləri kontekstlə və eləcə nüvə proqramı ilə bağlı qiymət verməsi qətiyyən doğru deyil. Məsələ qlobal masştabda və geniş təhlil olunmalıdır. Tamamilə düzdür. Tamamilə. Biz çalışırıq ki, o hissələrə toplanaq indi. Və deyir ki, heç şübhəsiz ki, İsrail-İrana çox uğurlu və sarsıltıcı zərbəsi Amerika, Böyük Britaniya ilə razılaşdırılmış və birgə hazırlanmış əməliyyatdır. Tamamilə doğru, 100%. Bu heç bir kəsin spontan hücumu deyil. Bu hərbi əməliyyatlar, baxın, Netanyahu dünən bəyanat verdi. Dedi, biz illərlə hazırlaşmışıq bu əməliyyata. İllərlə hazırlaşıblar, müəllim. Və bir gözəl də ifadə var burada, deyir ki, İsrailin İrana hücumu ancaq yalnız İrana deyil, Rusiya, İran, Çin siyasi və hərbi birliyinə, tandeminə qarşı planlı hücumdur. Bu biraz böyük ifadə deyimdir, bu böyük məsələdir, amma İsrailin İrana hücumu İslam dünyasına bir göktür. İslam dünyasına sarsıdıcı bir zərbə barmaq silkələməkdir ki, yerinizdə düz oturun. Elə ona da bu işarə verişidir. Donald Trump İsrailin İrana hücumundan sonra verdiyi açıqlama hansı ki hücumu mükəmməl adlandırması və hücumun daha çox ediləcəyini, gözlədiyini dilə gətirməsi gedən prosesə aydınlıq gətirir. Tamam doğru fikirdir. Və xüsusən də Trump nüvə proqramı ilə bağlı 60 gün vaxt verildiyini, İran ali dini lideri Xamneyn isə razılaşmadan imtinasından sonra, yəni İsrailin İrana hücumunun həmin o müddətin 61-ci günündə baş tutması prosesi ABŞ-ın rəhbərliyinə açıq göstərir. Mən çıxışımın başında dedim ona. Bəli. 61 gün ayın 13-ü bitdi. 12-si bitdi, 13-ü 61-ci gün hücum etdi. Bu onu göstərir ki, Trump həm də dünya çapında özünü qətiyyətli lider kimi göstərir. Başqalarına barmaq silkələyir ki, mən burada bunu dedim, etdim, sabah səninlə də olan hansısa bir sövdələşməm olacaq. Məsələn, Qirlandiyaya diqqətin yedir. O da Danimarka deyir ki, yerində otur. Mənim olmalıdır. Və burada Vüqar Dadaşov yazır ki, xatırlatma yerinə düşər ki, İran Rusiyanın Ukraynaya hücumun hərbi siyasi dəstək verir, silahlarla
təchiz edirdi. İsrailin İrana hücumu Ukraynanın da əlini xeyli gücləndirəcək. İsrailin İrana qarşı keçirdiyi əməliyyat Rusiyanın Ukraynanın taleyinə birbaşa təsir edən çox vacib strateji liman şəhəri, nəfəs yolu Odessaya hücuma hazırlaşdığı bir dövrdə baş verməsi İsrailin İrana qarşı keçirdiyi çox uğurlu əməliyyatın ümumən Qərbin Rusiya, İran, Çinə qarşı keçirdiyi əməliyyat olduğuna şübhə qoymur. Olar, bir hörmətli izləyici, siyasi adamdır, çox dəqiq də deyir. Amma burada belədir də, razılaşma var dünya çapında. Güman edirik ki, var. İsraillə artıq İranla yaxın şərq problemi Amerikanın ötəsində qaldı. Ukrayna məsələsi isə Avropa məşğul olacaqdır. Ukraynanın bütün təminatlarını, bütün dəstəyi, həm siyasi, həm hərbi, həm maddi dəstəyini Avropa edəcək. Amerika bu işlərdən tədricən əlini çəkəcək, o bütün diqqətini yaxın şərq böhranına yönəldəcəkdir. Qərbdə belə bölgə aparılıdır. Yəni, demək olar ki, İran və Rusiya təklənir. Bunların ikisinin bir upriyaşla, bir kəndinə bağlama olmaz. Bu, İranla Rusiyanın bağlantısları çox zəif bağlantılardır. Kim təhlənir? Bilirsinizmi kim təhlənir? Avropanın əleyhinə gələn dövlətlər təhlənir. Çin təhlənir. Bugün dünyanın bütün inkişaf etmiş qərbin diqqəti Çin tərəfdədir. Çinlə təhlükə gəlir. Çin nə təhlükəsi gəlir Çindən? Həm iqtisadi ekspansiya, iqtisadi təhlükə gəlir, həm də mənəvi təhlükə gəlir, həm də digər amil isə əhali saxlayıcı çoxluğudur. Bax, bu üç faktor Avropanı çox dərin düşüncələrə qərq edir, bilin. Bu Çin'i yığışdırmaq üçün atılan addımlardır. Nə qədər İran duruş gətirə bilər bu zərbələrə? Az bir müddət duruş gətirəcək. İranın yeganə çıxış yolu, tək ki, 2 ay bundan qabaq Amerikanın irəli sürtəklə İran razılaşaydı. Yaxşı olardı razılaşsaydı. Bugünləri Netanyahu da o boyda nüvə tədqiqat mərkəzini bağlamaq üçün Amerika dedi. Bağlayın sadəcə. Bağlayın. Dondurun fəaliyyətini. Amma indi bugün 70% bağlıdır. Bax, belə deyək də, biz deyirik ki, kaş gedərdi. Düzmü? Bir gün danışıqlara qalmış, Oman danışıqlarına. Bir gün qalmış, İran vuruldu. 60 gün bitdi. Bitdi. Verilən müddət 60 gün idi mənə. Bir gün qalır axı. 60 günə qədər 4 dəfə danışmışdılar. Nəticəsiz danışıqlar idi. 5-ci il olasıydı nəticəsiz. Vaxt tutmaq danışıqları idi bu. 65-ci yoxsa, indi görün, bədbəxtliyə bir baxın ki, 4 danışığı aparmış Amerika ilə o hərbi vəzifələr hamısı məhv oldu. Bir nəfər qalmadı İrandan ki, Amerika ilə növbəti danışıqları davamlı etsinlər. Natiq Cəfərli deyir ki, İrana qarşı xaricdən edilən istənilən müdaxilə əks effekt yaradır. Yaradırmı? Əvvəl onu deyim ki, Natiq mənim olduqca düz və olduqca savadlı, olduqca real deyir. O tamam düzgün statistik məlumatları deyir. Bugün İranın o tərbiyə almış, o təhsil almış gəncliyi o atom elektrik stansiyasını yaradıb. O nüvə sintezi ilə məşğuldur. O hiper səslən iti raketlər istehsal edir. Bunlar çoğu İranın öz daxili məhsullarıdır. İran kənardan heç nə hərbi almır. Nə varsa özünü, məhz o gənclik yaradıbdır. Biz İranı daim bir dini dövlət kimi qəbul etməyimiz çox düzdə gəlməz. Baxın, xərçə xəstəliyi istiqamətidir dünyada 2-ci yerdə gedən İrandır. Onun tapdığı kəşflər nəticəsində. Yəni İran kifayət qədər inkişaf edir. Amma İranın ümumi strateji xətti dünya strateji, siyonizmlə uyğun gəlmədiyinə görə İranın başı bu bəlalar çəkir. İran yumşalmalıdır. Amerikaya münasibətdə, İsrailə münasibətdə bir qədər yumşaq mövqeyi sərgiləməlidir. Avropanın, Amerika mövqeyi budur. Amerika çox böyük həvəslə şah rejimin töküntülərini indi İrana qaytarardı. Hakimiyyət dəyişikliyinə can atardı. Amma ölkənin seçimi budur. Ölkə bu cür. Görür ki, xarici təsiri olduqda xalq iqtidarın ətrafında birləşir. Bu isə daxildəki dəyişiklik istəyən hərəkatlara zərbə vurur. İran kimi sivilizasiya mərkəzdə dəyişiklik yalnız içəridən orqanik yolla mümkündür. Tarixi göstərdi, İranın bütün tarixi göstərir ki, İranda inqilablar 53-cü ildən üzü bu yana inqilablar ölkə daxilindən baş verir. Ölkə daxilində olan bir qism insan həmişə ölkənin digər qismi ilə razılaşmayıb. Ona qarşı mübarizə aparıbdır. İran inqilablar dövlətidir. İran müharibələr dövlətidir. Üsyanlar dövlətidir. Baxın, son 100 ildə nə qədər İranda inqilab olub, nə qədər hakimiyyət dəyişikliyi olub. Bilirsinizmi?
İndi bugün isə İslam inqilabının 78-ci ildən sonra hakimiyyət gələn bir qurum görür ki, xalq artıq başqa cür düşünür də. Buyurun, Xəlil müəllim. Burada təhlükə dünya üçün biz əlbəttə dünyanın talihindən narahatıq. Çünki Azərbaycan da dünyanın bir parçasıdır. Biz narahatıq. Burada nüvə silahının tətbiqi bir addımda yaxınlaşmışdır. Bu nüvə silahının tətbiqi həm İsrail tərəfdən gözlənilir, həm də İran öz çirkli nüvə bombasını İsrailə atması təhlükəsi realdır, tamamilə realdır. Bu realdır. MAGATE özü etiraf edir ki, İranda bir neçə çirkli atom bombası düzəltmək üçün nüvə yanacaq ehtiyatları yetərlidir. 20% zənginləşdirilmiş uran var, hazır var. Hətta kəsin dedilər, 160 kilo dedilər, nə dedilər? 400 neçə kilogram. Bu var. Əgər çox İran sıxılsa, mən güman edirəm ki, İran buna əl atacaqdır. Əgər o İsraili gəlib çatmasa da, hansı dövlətin üzərində patlasa da, yenə də iqtisadi bu ekoloji fəlakət olacaq. Yəni sizcə İran onu ata bilərmi? İran atmağını atacaq. Çünki son anda insanlar boğulan saman çöpünə əl atar, müəllimim. Bu həyat prinsipləridir. İran əl ata bilər. Amma bu hadisələrin bu səviyyəsində çox güman edirəm ki, beynəlxalq aləm bu konfliktin saxlanılmasında maraqlıdır. Yəni bugün o barədə Rusiya-Amerika danışıqları olacaqdır. Çin bu işə qarışacaqdır. Bu müharibənin eskalasiya, yəni genişlənməsinin mən əmin deyirəm ki, buna hamı maraqlıdır, Amerika maraqlıdır. Bu müharibə yəqin bir həftəyə tamamlanmalıdır. Bir həftəlik müharibə. Bir həftəlik müharibə. Necə biz keçən də sizlə müzakirə etdik, Hindistan, Pakistan, o da bir həftə çəkdi də. Hər ikisi nüvə dövləti idi. Çox geniş əməliyyatlar etməyə, yaxşı ki, dünyanın özünün mühafizə etmə sistemi mövcuddur. Yaxşı ki, son anda dünya o sistem dünyanı xilas edir. 63-cü ildə Karib müharibəsi bir addım qalmışdı Amerika ilə Rus SSR-nin nüvə silahlarını işə salmasına. Burada da yəqin ki, hansısa bir ağıllı təfəkkür, düşüncə bu müharibəni saxlayacaqdır. Və dünənlər belə bir məlumat yayıldı ki, İran ordusu ola bilsin bu gecə nüvə silahını sınaqdan keçirsin. Belə bir açıqlama verdilər. Ola bilər. Xəlil müəllim, başqa nə sözünüz var tamaşaçılara? Mən sizin tamaşaçılara, eyni ilə xalqımıza, eyni ilə bu Azərbaycan çəklənən Azərbaycanımıza sülh, əmin-amanlıq və sabitlik diləyirəm. Beynəlxalq aləmin belə bir qarışıq dövründə ölkə daxilində sabitlik çox böyük faktordur və çox da qoruyucu bir faktordur. Heç kəsin fitnəsinə uymaq, heç bir tərəf tutmaq, çünki hər yerdə qırılan insandır. Haqlı ya haqsız, siyasilər, liderlər haqlı və haqsız ola bilərlər. Vətəndaşlar isə həmişə haqlıdırlar, çünki onların Allah tərəfindən yaşama hüquqları var. Kim hansı millətə, hansı dini ehkama asıl olmayaraq insanlar yaşamalıdır. Müharibəyə hamılıqla yox deməliyik. Biz müharibəyə rədd olsun, müharibə şüarını irəli sürməliyik. Nə qədər ki müharibələr olacaq, o qədər də qırğınlar gözləniləndir. Allah torpağımıza, Allah dünyamıza, Allah bütün millətlərə əmin-amanlıq bəxş etsin, sülh bəxş etsin. Allah bizi qorusun, Allah sizi qorusun, Allah hamımızı qorusun. Dostlar, Prezidentin köməkçisi Hikmət Hacıyevdən bir açıqlama var. İndi biz gözləyirik ki, Ermənistanın ilk vacib addım atsın. Bu addım Zəngəzur dəhlizi ilə bağlıdır. Azərbaycanda dəhliz sözünə qarşı müəyyən açıqlanma hiss edirlər, qıcıqlanma hiss edirlər. Mən həmişə zarafatla deyirəm ki, Azərbaycanın bütün ərazisinin dəhliz olmasını istərdim. Yaxşı, bu nə istəyirlərsə desinlər, amma biz ilk növbədə Naxçıvana bağlantı istəyirik. Çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvana əlaqə yaradandan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik. Baxın, burada bir əlavə edərdim. Bugün İran ərazisində baş verən hərbi əməliyyatların çox böyük fəsadları da elə bizim üzərimizə gəlir. Belə ki, Azərbaycanla Naxçıvan arasında olan rabitə, əlaqə, nəqliyyat vasitələri İran ərazisindən gedir. Əgər İran ərazisində təhlükə varsa, bombalama varsa, təbii ki, bu marşrut da, əgər bu davam edəcəksə, demək bu marşrut da bağlanacaqdır. Naxçıvan artıq blokadaya düşəcəkdir. Bizim prezidentimiz, xalq və bu siyasilər 1-2 il bundan qabaq Zəngəzur dəhlizi deyəndə məhz bunu da nəzərə alırdılar.
nəzərə alırdılar ki, biz tərəf sərhədin bu hissəsi Azərbaycan, Ermənistan, Rusiya bu hissə təhlükəsizdir, daha təhlükəsizdir. Azərbaycan Naxçıvana məhz bu Zəngəzur dəhlizinə getməlidir. İranın ərazisi ilə yox. Bugün təsdiq olunur ki, İran ərazisi çox da təhlükəsiz ərazi deyilmiş. Get-gedə daha təhlükəsiz ərazi olmayacaq. Əgər bu müharibə hərbi əməliyyatda davam edəcəksə. Ona görə Zəngəzur dəhlizi bugün daha aktual mövzudur. Və Zəngəzur dəhlizinin açılması qeyri-şərtsiz olmalıdır. Baxın, görün əməliyyatlar, dostlar, necə hazırlanır? Birinci, ordunun rəhbərliyi götürülür, baş qərargah rəisi götürülür, sonra baş komandanlar götürülür, sonra da nüvə alimlər götürülür. Hər halda elə bir taktikalar tətbiq edəcəklər, döyüş taktikaları yenidən məhtəl qalacaq. Hər dəfə yeni rəngarəng taktikalara əlatımız var. Arif bəy, dünya ictimaiyyətini heyrətə salan çoxlu hərbi taktikalar var. Bunun bir-iki bundan qabaq İsrail smartfon kartından, telefon kartları var da, smartfonla kütləvi sürətdə İran ərazisində ya Livan ərazisində partlayışlar yaratdı. Kim telefonu açan kimi telefon əlində partlayırdı, gözü, ağzı belə yanırdı. İllərlə İsrailin bunu hazırladığı hərbi əməliyyat idi. Başqa dövlətlərin cəlbində uzun bir prosesdir. Çox uğurla. Hizbullahın üzvlərini, özü böyük adamları. Vertolyot qəzası var, helikopter. Hələ o deyəm, bax bu gün İsrail təkcə nüvə obyektlərinə zərbə indirmir. Bunun hücumu çox şahəli bir hücumdur. Nüvə alimlərini sıradan çıxartmaq, bir İran atom mərkəzini sıradan çıxartmaqla da daha ağır nəticə verir. Rusiyanın hesab edin, Kurşatov olmasaydı atom bombası kim düzələsiydi Rusiyanın? Elə tarixi şəxsiyyətlər, alim, elmi şəxsiyyətlər var ki, onlar həlledici figurdur. Onlar çox dəyərli insanlardır. Bax, İsrail İranın bax belə dəyərli adamlarını bir-bir sıradan çıxartdı. Hərbiyə qalanda isə siz baxın, hələ bir neçə ildən sonra bu yəqin ki açılacaqdır. Eyni zamanda İranın bütün hərbi rəhbərliyi bir qapalı bir məkana toplamaq və orada raket tuşlamaq bu İsrailə bu necə başa gəlib? Bu necə olubdur? Hələ bu da yəqin bir 10 ildən sonra bu açılacaq. 6 İranın hərbi rəhbərliyi hamısı eyni zamanda eyni bir görüş məkanında raket zərbəsinə məruz qaldılar. Bax, bu da çox qeyri-adi şeydir. Yəni müharibəni ağılla edirlər. Müharibə indi ağıl müharibəsidir, düha müharibəsidir. Bax, bu onun təsdiqidir. İran İsrailin F-35'ini vurub. İran Müdafiə Qüvvələri, İran-İsrail Hərbi Hava Qüvvələrinə məxsus F-35 döyüş təsvirması ilə bağlı iddiasını təkzib edib. İsrail təkzib edir. Bu arada İsrail ordusunun sözçüsü Avcay Adri mətbuat konferansda bildirib. İran ordusu və rejimə aid media orqanlarının İran səmasında İsrailə məxsus qırıcı təyyarəsinin vurulması ilə bağlı yaydıqları məlumat yalandır. İran rejimi həmişə kimi yalan danışır sözcü deyib. Hər halda əgər İranın əlində fakt varsa dərhal verə bilər də bu. O təyyarədən söhbət getmişən, bilsinlər tamaşaçılar, İsrailin hal-hazırda dünya arasında ən çox F-35 təyyarəsi İsraildədir. 25 F-35 təyyarəsi. Ən son nailiyyət təyyarədə Amerika Birləşmiş Ştatlarında heç o qədər təyyarə yoxdur. İstehsal Amerikanın deyil. Təbii, istehsal bütün dünyanın istehsalıdır. Çünki oradan komponentlərin dünyanın 40 ölkəsində hazırlanır. Eyni zamanda Türkiyədə də hazırlanır. Onun bir hissə komponenti. Amma təbii ki, istehsalçı əsaslı Norton şirkətidir, Amerikan şirkətidir. Amma o təyyarənin 35'i var İsraildə. İlk dəfə Amerika İsrail'e verib bunu. İndi bir təyyarənin, iki təyyarənin vurulması bu siyasi bir hava yaratmır, siyasi bir mühit formalaşdırmır. Demək 250 kilometr radarı var. O təyyarənin texniki şərtlərindən bilirəm. Çox belə ciddi təyyarədir. Çox ciddi təyyarədir. Sonra bunlar radara düşmür. Deyəsən bunlar radara. Necə vurublar maraqlıdır. Əgər İran texnologiyası F-35'i vurmağa... İran texnologiyası vurmuyor. Rusun İran'a gönderdiği, Rusya'nın verdiği, özde beynəlxalq müqavilələr əsasında verdiği ya F, ya S-300, ya S-400 ola vura bilər. 300 de var orada, o da güclüdür, o da kifayət qədər, son modifikasiyalar güclüdür. Bunlar vurur. Bu başka bir vurmaq üçün... Yəni S-400 bütün İran hava məkanını qorumaq gücündədir mi? Yox, təbii onun əhatə dairəsi 400 kilometrdir.
Məsələn, hərbi obyektdə indi bütün İran 10 min, 50 min, 100 min kvadrat kilometri izah tərləri zəbt etmir ki, uçmur ki orada. Onlar müəyyən bir hədəfə yönəlirlər. O hədəf də yerdən müdafiə olunur. Bax, belə şəraitdə vurulubdur tərlər. Yox, F-500 deyəndə 500 kilometr radiusu müdafiə edir. Təxminən o S-400 o deməkdir. Onun radius dairəsi deməkdir. Baxın, hərbi əməliyyatlar başlayanda hər bir dövlət birinci növbədə hava hücumuna müdafiə qüvvələrini sıradan çıxarır. Ayın 13-ü İsrail buna yönəlmişdi. Hava hücumuna müdafiə qüvvələrini sıradan çıxartmaq, neytrallaşdırmaq. İndi demək olar ki, İran fəzası müdafiəsiz qalmışdır. İndi İsrail tərəfləri orada çox rahatlıqla hərəkət edirlər. Hətta ölkənin dərinliklərinə qədər gəlirlər. Çox acın bir müharibənin nəticəsidir. Nə etməli? İrandan nüvə radiasiyası yayılarsa insan orqanizminə nə gözləyir? Bu artıq bəllidir. Hava hücumundan müdafiə, mülki müdafiə dəstələrini otomatik şagirdlərinə öyrədirlər ki, nüvə partlayış zamanı hansı onun fəsadları var. Bunu hamımız bilirik. Radioaktiv zəhərlənmə, radiasiya insan ömrünü məhv edən bir gözə görünməz düşməndir. Əgər nüvə sızıntısı olarsa, nüvə partlayış olarsa, bu demək ki, hava çirklənir, su çirklənir. Təbii. Və bu dünyanın sonu deməkdir, dostlar. Və demək, maraqlı bir xəbər var idi. Qonağımızı təqdim edirəm. Xəlil müəllim Qarahmədov, Beynəlxalq Şəxsiyyətlər jurnalının baş redaktoru idi. İcazənizlə mən sizdən sağollaşıram. Növbəti verilişdə görüşmək ümidi ilə. Sağ olun, sağlıqla qalın. Sağ olun, salamat qalın.